sualını da unudur, həm oradakı Bəli, bilgi qeyd toplamamız. edirəm. Mən sualları qeyd eləyəcəm. Axırda inşallah canlı Əlbəttə. dərsdə verəcəm. Deməli belə, Manus AI digərlərindən fərqləndirən cəhətlərdən biri nədir? Manus AI agentik süni intellekt alətidir. Yəni tam təkcə LLM deyil, həmçində agent rejimində işləyə bilir. Agent rejimi nədir? Süni intellekti ona verdiyimiz tapşırığı cavab vermək üçün yox, icra eləməyə yönəlir, belə deyək. Biri var ki, məsələn, süni intellekt bilir, ChatGPT deyir, o bizə izah eləyir, məlumat verir. Amma Manusun içində əsas funksional odur ki, əsas üstünlüyü odur ki, o icraya keçir birbaşa, icra eləməyi bacarır. İndi keçdikcə görəcəksiniz nəyi nəzərdə tutduğumu. Deməli, nələri bacarır? Ən əsas üstünlük funksiyalarını deyirəm. Başqa funksiyalar da var, amma ən əsas bacarıqları analiz etməyi çox yaxşıdır. Təqdimat hazırlamağı çox yaxşıdır. Təqdimatı başqaları da hazırlaya bilir. Onlardan da bəhs edəcəyik. Amma Manusun mənim ən xoşuma gələn cəhəti nədir? Manusun hazırladığı təqdimatı biz həm Google Slide'a keçirdə bilirik, həm PowerPoint faylı olaraq da kompüterə yükləyib istədiyimiz dəyişikliyi rahatlıqla eləyə bilər. Həmçinin də elə Manusun daxilində birbaşa dəyişikliklər eləyə bilir üzərində. Üçüncü, tapşırıq icra eləyə bilir. Yəni ona bir task veririk. Həmin taskı icra eləmək üçün müxtəlif üsullar yoxlayır və həmin üsulların nəticəsində bizə bildirir ki, tapşırıq icra edildimi, icra edilmədimi. Araşdırma eləyə bilir, yaxşı araşdıra bilir. Həmçinin kod yaza bilir, sayt yaxud mobil tətbiq hazırlaması üçün. Hətta belə bir xəbər paylaşıblar ki, yaxın zamanda inteqrasiya eləyəcəklər. Manusun daxilində hazırlanan tətbiqi birbaşa Play Store və App Store-a deploy eləmək olacaqdır. Manusun daxilindən birbaşa çıxış etmədən. Nə dərəcədə realdır bilmirəm. Məncə biraz çətin olar yəqin ki, o cür bir inteqrasiya eləmək, amma deyilənə görə üstündə işləyirlər və yaxın zamanda təqdim edəcəklər. Sualınız varsa birbaşa bildirə bilərsiniz bu arada. Deməli, Abdullah müəllim, buyurun. bu yazı pozu işləri üçün Manus əlverişli notebook qələm kimidir, ya necə? Notebook LM-in funksiyonalı başqadır. Notebook LM daha çox qaynaq üzərinə, mənbə üzərinə araşdırma üçündür. Manus daha çox tapşırıq icrası üzərinədir. Manusda qeydiyyatdan keçəndə... Bəli. Notebook LM kimi ikinci biri yoxdur da, elə ancaq notebook LM-dir, yoxsa başqası var? O istiqamətdə sırf verilənin üzərində notebook LM formatında işləyən bir tək notebook. Məncə notebook LM elə bir geniş format verir, yəni ikinciyə ehtiyac yoxdur. Həm ödənişsiz yetəri qədər limit verir, həm funksiyonalı genişdir. Yəni ikinciyə ehtiyac varmı ki o sahədə? Məncə yoxdur. Gözəl. Sağ olun. Belə, Manus-da qeydiyyatdan keçəndə digərlərinə kimi qeydiyyat e-maillə, Gmail hesabı ilə və s. mümkündür. Mən Gmail-lə istifadə edirəm ki, inteqrasiyalar falan asan olsun. Daxil olandan sonra belə bir pəncərə açılır. Deməli, burada Manus-a daxil olan kimi ödənişsiz versiyada bizə 1000 token verir. Yəni 1000 dənə, belə deyək, 1000 bal deyə bilərik, xal verə deyə bilərik, istifadə üçün token verir. Həmçinin günlük 300 dənəsi yenilənir. Yəni 300 hər gün bizim balansımıza əlavə olunur. Həmçinin də biz kimisə əgər dəvət etsək, hər dəvət elədiyimiz adama görə 500 bizə verir. Həmçinin dəvət olunan adam başqası tərəfindən dəvət olunduğuna görə əlavə 500 kredit də ona verir. Yəni siz bir-birinizi dəvət elədiyiniz halda 1500 kreditlə platformaya daxil olursunuz. Platformanın daxilində tokenin istifadəsi tapşırığın böyüklüyündən asılıdır. Əgər tapşırıq çətindirsə, böyükdürsə, daha çox token gedir. Əgər tapşırıq balacadırsa, daha az token gedir. Sual cavablarda isə demək olar ki, 1-2 tokendə belə çox aşağı 2, 3, 4 belə token gedir. Tapşırıq dediyim nədən söhbət gedir? Məsələn, ondan biz desək ki, sayt hazırla, bu böyük tapşırıqdır, saytın dizaynını düzəldir və s. kod yazır. Burada token çox gedir. Təqdimat hazırla deyəndə təqdimata məsələn təxminən 250-300-ə yaxın token gedir. Yəni biz ödənişsiz versiyada günə bir təqdimat hazırlaya bilərik, çünki bizə günlük 300 dənə elə token verir. Həmçində öncədən ilk qeydiyyata dediyim kimi 1000 token əvvəlcədən verir.
Bu onun bildirim bölməsidir. Bildirim bölməsinə daxil olanda indi nələr çıxır onu görəcəyik. Ümumi interfeyslə sizi tanış eləyəcəm. Hansı düymələr var, hansı düymələr nə işə yarayır. Daha sonra isə açıb praktiki olaraq üzərində işləyəcəyik. Həmçinin də siz də özünüz açıb paralelində işləyəcəksiniz. Deməli, bura bildirim bölməsidir. Manusla bağlı xəbərlər və s. hamısı burada yer alır. Əsas interfeys gördüyünüz kimi hamısında ChatGPT-yə oxşardır. Yazmaq üçün pəncərə var. Bunun altında manusla nələr eləyə bilərik? Onları bizə göstərir. Slayd düzəldə bilərik, veb sayt düzəldə bilərik, mobil tətbiq düzəldə bilərik, dizayn düzəldə bilərik və s. indi göstərəcəm. İndidən deyim, ödənişsiz versiyada dizayn və video yaratmaq funksiyası işləmir. Ödənişsizdə bu mümkün deyil. Burada Manus 1.6 Lite'dır. Ödənişsiz versiyada 1.6 Lite yalnız aktiv olur. Ödənişli versiyada digər iki modellərində işlətmək olur. Biri Pro'dur, biri də Max'dır, səhv etmirəmsə. Və burada araçlarınızı Manus'a bağlayın. Necə ki, Gemini'da Google hesabımızı, Drive'ı, kalendarımızı və s. bağlamaq olursa, Manus'da da eyni şəkildə inteqrasiyalar etmək olur. Amma Manus'da inteqrasiyaların sayı qat-qat daha çoxdur. Burada Slack hesabını bağlamaq olur və s. İndi onları da keçib baxacaq. Deməli, bayaq dedim ki, bildirim bölməsi. Bildirim bölməsinə daxil olanda bu bölmə açılır. Hətta görürsünüz, ən son yeniləməni dünən eləyiblər. Bunu elə slayda götürüb əlavə elədim ki, görəsiniz. Dünənləri bir yeniləmə daha gəlib və Manus'a skill özəlliyi veriblər. Bacarıq özəllikləri gətiriblər ki, ayrı fərqli bacarıqları açıb Manus'un içində istifadə edə bilək. Məsələn, SimilarWeb marketinq alətidir. Rəqəmsal marketinqdə saytların trafikini və s. hardan gəldiyini ölçmək üçündür. Onlarla partnyorluğa başlayıblar, artıq SimilarWeb-i Manus'un içindən daxil edib istifadə eləmək olur. Yəni, ona linkini versək saytın trafikinin hardan gəldiyini, SEO-sunu və s. test eləyə bilir. Free Tool Strategy. Bunu işlətməmişəm, strategiya ilə bağlıdır. Ümumiyyətlə, yəni bu təzə dünən gəldiyinə görə hələ bu funksiyalallıqları mən də test eləyə bilməmişəm. Belə, burada dedik ki, konnektorlarda nələri əlavə eləyə bilərik. Bu digər bölməsinə daha fazlaya klik eləyəndə zamanlanmış görev funksiyası var. Zamanlanmış görev nədir? Qrokun daxilinə dedik ki, tapşırıqları vermək olur ki, müəyyən günün saatında onları icra eləsin. Eyni şəkildə Manus'da da var. Manus'da ödənişsiz versiya yalnız bir aktiv tapşırıq açmaq olur. Ödənişli versiyalarda daha çox tapşırıq vermək olur. Pro versiyada 10-dur, səhv etmirəmsə aktiv tapşırıq sayı. Max versiyada isə daha artıq olmalıdır. Wide Research araşdırma üçündür. Bağışlayın. Elektronik tablo, elektron cədvəllərlə işləmək üçündür. Görsəlləşdirmə, datanı vizuallaşdırmaq üçündür. Video funksiyası ödənişlidə işləmir, video düzəltmək üçündür. Video üçün düşünürəm ki, ümumiyyətlə çox alət var. Manus'a heç ehtiyac yoxdur o istiqamətdə istifadə eləməyə. Səs funksiyası. Səs faylları yarada bilir, amma təəssüf ki, Azərbaycan dilində səs faylı yaratmaqda hələ ki Google-un və bir neçə alət var ki, səs üzərində istifadə edən Heygen və s. onlardan daha yaxşı deyil. Eleven Labs və s. daha yaxşı Azərbaycan dilində səsləndirir. Yəni Azərbaycan dilində səsləndirmək üçün yaxşı deyil, amma başqa dillərdə səsləndirmə fayllarını eləyə bilir. Söhbət modu. Söhbət modu niyə buradadır? Çünki Manus'a birbaşa biz burada yazanda həmin məlumatı tapşırıq kimi götürür, tapşırıq kimi qəbul edir. Əgər biz sadəcə sual-cavab formatında prompt yazacağıq, o bizə cavab verəcək, bu şəkildə danışmaq istəyiriksə, keçid eləməliyik söhbət formatına, söhbət moduna. Playbook isə Manus'dan istifadə eləmiş və Manus'un özünün ən yaxşı best case-lərini belə deyək, kimlər hansı sahədə istifadə edib, nəticələri və bizə ümumiyyətlə məsləhətləri ki, nəyi necə istifadə edə bilərik, onun üçün olan bir bölmədir. Deməli, bağlayıcılar bölməsi dedik ki, Manus'a müxtəlif platformaları, proqramları da birləşdirə bilərik. Bunlardan biri tarayıcıdır. Tarayıcını niyə birləşdiririk? Manus agent rolunda işlədiyinə görə biz əgər öz tarayıcı dediyimiz burada brauzerimizdir. Brauzerimizi
əlavə etsək, o bizim brauzerimizdə yeni bir pəncərə açıb, həmin pəncərənin içində axtarış eləyib, hansısa nəticələri işləyə biləcək. Google kalendarımızı, Gmail'ımızı, Outlook'umuzu, Google Drive hesabımızı, Slack hesabımızı, Notion, GitHub və s. hamısını əlavə eləmək olur. Hətta bundan daha çoxdur. Burada da axtarış bölməsindən yoxlamaq olar ki, başqa bizim axtardığımız platforma varsa əlavə etsin. Şərt deyil ki, bunun hamısını istifadə edəsiniz. Sizin üçün hansı məsələ önəmlidirsə, tutaq ki, Gmail işlədirsinizsə, Gmail'ınızı inteqrasiya edib istifadə edə bilərsiniz, Slack'inizi istifadə edə bilərsiniz və s. Tarayıcını əgər brauzerinizi inteqrasiya etmək istəyirsinizsə, buradan tarayıcıya klik edib inteqrasiya edirsiniz. İndi biz real case-də baxacağıq inteqrasiya edəndə necə istifadə etmək olur. Daha sonra buradakı aşağıdakı bölmələr. Bu demək ki, dostunuzu dəvət edirsiniz, kimisə dəvət edəndə sizə 500 kredit verir. Həmin bu bölmədən klik edib link yaradırsınız. Linki həmin adama göndərəndə, o qeydiyyatdan keçəndə sizə və ona hər birinizə əlavə 500 kredit verir. Burada əsas menü kredit bölməsidir. Buradan əsas menüyə girib ayarlar bölməsi bir növ ayarlara girə bilirsiniz. Belə, ayarlar bölməsinə daxil olduqda burada müxtəlif ayarlar var. Demək olar ki, hamısında eynidir. Hesabımızla bağlı prosesləri görə bilirik. Burada kreditlərimizi görə bilirik. Cari kreditimiz nə qədərdir? Planımızı yüksəldə bilirik. Buradan hesabımıza daxil olsaq hesabımızı silə bilərik, yaxud da adımızı və s. dəyişə bilirik. Burada görürsünüz, deyir ki, günlük yenilənən kreditlər 300 olaraq yenilənir hər gün. Bunların hər birinə bir-bir fiziki olaraq daxil olub baxacağıq. Burada düşünürəm ki, şəkil-şəkil göstərməkdənsə real sayt üzərindən göstərmək daha yaxşı olar. Manus ilə təqdimat. Dediyim kimi, təqdimat hissəsində mənim ən çox xoşuma gələn alətlərdən biridir. Birbaşa biz orada təqdimat bölməsini seçəndə buradan bizə aşağıda təqdimatların stilistikasını verir. Xeyli stilistika var. Hansı stili seçsək, həmin təqdimatımızı həmin stildə düzəldəcək. Yaxud da ki, bura birbaşa hansısa istər sayt olsun ya da başqa bir təqdimatın şəklini versək, şəkil olaraq əlavə etsək və promptda desək ki, mənim təqdimatımı buradakı dizaynla oxşar et, o sizin dizaynınıza oxşar şəkildə təqdimat hazırlayacaq. Hətta şablon varsa əlinizdə təqdimatla bağlı, şablonu da buradan əlavə edə bilirsiniz. Buradakı dizaynlardan seçmək məcburiyyətində deyilsiniz. Birbaşa promptla da deyə bilərsiniz ki, mənim dizaynımın rəngi bu olsun, bu cür elementlərdən istifadə elə, səhifə sayı belə olsun və s. Yəni, hamısını yazılı olaraq izah edə bilərsiniz. Amma yazılı olaraq izah etmək istəmirsinizsə, buradakı stilistikalardan seçib hazır formatla işləyə bilirsiniz. Bu arada burada Nano Banana da var. Nano Banana Pro ilə vəbşə möhtəşəm slaytlar düzəldə bilir. Sadəcə Nano Banana Pro ilə istifadə etmək üçün ödənişli versiyaya keçməlisiniz. Onu deyim ki, ucuz alətlərdən biri sayılmır, amma ödənişsiz istifadə üçün də limitləri pis deyil. Deməli belə, suallarınız varsa gəlin suallarınızı cavablandırıb, əgər yoxdursa bir 5 dəqiqəlik fasilə verək, davamında keçək manuslu istifadə etməyə başlayaq. Yaxşı, onda istəyirsiniz sonra soruşaram. Üzr istəyirəm, bir kəlmə. Bu Azərbaycan dilində işləmir, manus. İnterfeys Yaxşı. olacaq. Mən ona Azərbaycan dilində prompt verdim ki, mənə filan mövzuda təqdimat hazırla. İşləyir, azdan da işləyir. İstəyir. İşləyir. Belə deyək, proqramın dili olaraq Azərbaycan dili yoxdur, amma Azərbaycan dilini çox yaxşı tanıyır. Yəni təqdimatı filan Azərbaycan hazırlaya bilir. Amma mənə saytdan linklər verir, təqdimat vermir. İndi biz ora keçəcəkdə səbirli olun, biz təqdimat hissəsinə gələk, onu birlikdə eləyəcəyik. Yaxşı. Siz böyük ehtimalla təqdimatı klik eləməmisiniz. Slides yerinə girdim, orada sonra prompt verməlisiniz. Təqdimatın haqqında olacaq. Create slides. Create slides. Ondan sonra sizin o aşağıdan şeylər çıxdı, nümunələr. Və prompt verdim ki, bu mənim indi 2 həftədən sonra televiziyada təqdimatım olacaq akademiyada. Televiziya akademiyası. O spesifik mövzu ilə bağlı dedim ki, mənə təqdimat hazırla, amma Wikipediadan linklər verirdi.
Yenidən birlikdə baxarıq. Mən hazırlamışam Ha, anam. dəfələrlə yaxşı təqdimatlar hazırlayıb. İndi yenidən birlikdə də baxacağıq. Həmçində Okey, çox yaxşı okey. data analiz eləyir və data analizini də birlikdə eləyəcəyik. Oldu, çox sağ olun. Buyurun. Deməli, saat 19:57-dir. Gəlin belə razılaşaq sizlə. 20:03-də başlayaq. Tamam. Başladıram. Video kaydı davam eləsin. Deməli, Manus saytına girəndə belə bir interfeys çıxır qarşımıza. Özəllikləri haqqında burada məlumatlar verilir. Qaynaqlar haqqında məlumatlar verilir. Etkinliklər və qiymətləndirmə. Biz qeydiyyatdan keçəcəyik. Giriş eləyəcəyik. Mən Google hesabımdan giriş eləyəcəm. Deməli, bəhs elədiyim funksiyalar hamısı buradadır. Siz də giriş eləsəniz, əslində mümkün olarsa, qısaca üzərindən keçim, sonra siz davam edəcəksiniz. İstərdim birinci sizə bəhs eləyim slayd hazırlamağından. Məsələn, slayd əlbəttə ki, indi mənim elədiyim kimi belə qısa şəkildə deyil, daha promptu buna hazır verməliyik. Prompt, yəni bir növ slaydın içində nə olacaqsa öncədən versək daha yaxşıdır ki, bizə keyfiyyətli bir slayd hazırlaya bilsin. Amma indi qısaca vermək üçün mən buradan birbaşa ona izah edəcəm. Hətta belə bir şey eləyə bilərik. Gəlin girək Umico'nun məsələn saytına. Və deyək ki, ləğv et. Unicon saytında belə qeyri-adi yoxdur. Gəlin girək başqa bir sayta. Burada ağdır saytın demək olar hər tərəfi. Apple'ın saytı daha dizayn olaraq məncə maraqlı bir dizaynı var. Hətta maraqlıdır. Linkini götürüb versəm, linkin əsasında mənə slayd düzəldərmi? Bu saytın stilistikada mənə süni intellektin universitetdə tətbiqi haqqında təqdimat hazırla və tapşırığı göndərirəm. O başlasın işləməyə, baxaq nələr düzəldəcək. O vaxt dərsində isə sizə başqa bir funksiyası haqqında bəhs edəcəm. Bu arada görürsünüz, işlədiyi vaxt ərzində məndən soruşur, davam etmək üçün tarayıcının yeni bir seçimi yetkiləndirilsinmi? Bu nə deməkdir? Mən əgər icazə versəm, mənim brauzerimi istifadə edəcək ki, bu linkə daxil olub sayta baxsın. Mən əgər kur deməsəm, buna klikləməsəm, o öz daxilində bir brauzer açacaq. Baxın, hayır varsayılan tarayıcıyı kullan deyirəm. İndi baxın nə baş verəcək ekranda. Görürsünüz, özü saytı açdı. Saytın məlumatlarına baxır. Həmin saytı araşdırır ki, onun stilistikasını kopyalasın. Belə eləsəm mərkəzdə görə bilirəm, belə eləsəm kənarda görürəm. Bu saytı kompüterə yükləmək üçün də mən webdən istifadə edirəm. Və bütün prosesi burada göstərir. Bunu eləyir, e-commerce ilə bağlı internetdən axtarış eləyir, birinci sayta baxdı, sonra fayl yaratdı, sonra girdi e-commerce ilə bağlı internetdə axtarış elədi, e-commerce'in istifadəsi ilə bağlı, süni intellekt ilə bağlı və davamında başlayır faylı yaratmağa. Manus öz daxilində terminalını, bəli,
Və görürsünüz bunu tapşırıq olaraq götür. Görürsünüz yazıb ki, slaytları yaradıb istifadəçiyə təqdim et. Özü-özünə bir tapşırıq təyin edib və o tapşırığın üzərində işləməyə başlayır. Hələ ki göstərmir, çünki icra eləyir. Baxın, slaydın birinci vərəqi artıq hazırdır. Getdikcə bunu elə optimallaşdıracaq. İndi hələ ki ilkin versiyasıdır. Özü davam elədikcə bunu düzəldəcək. Baxın, deyir ki, araç çalışıyor. Hazır olduğunda düzenləmə yapıla bilir. Yəni, yekunlaşıb hazır versiyasını, son versiyasını və təqdim edəndən sonra icazə verəcək ki, mən istədiyim düzəlişləri eləyə bilim. Mən bunu bağlasam, yenə qayıdacam bu ekrana və gözləyə bilərəm. Əslində, normalda gözləmək lazım. Mən biraz tələsdim, klik elədim ki, görəsiniz ki, proses necə gedir. O vaxta kimi istəyərəm sizə bu funksiyanı göstərim. Baxın, deməli, mən ona YouTube kanalının linkini vermişdim. Kanalı analiz eləyə bilərsənmi demişdim. Geniumun kanalını verdim və baxın, o kanala daxil olur, kanalı analiz elədi. Kanalda neçə dənə izləyici var, neçə video var, hamısını bildirdi və yekun nəticəni mənə verir. Deyir ki, mövcud vəziyyət budur, abunəçi sayım bu qədərdir, ümumi video sayı bu qədərdir, ümumi baxış sayın 19486-dır deyir. Sonra əsas mövzunun növü, çünki daha çox shorts videoları açıq paylaşılıbdır. Onları deyir ki, kanalın əsas böyümə driveri qısa videolardır. Niş sahəni birbaşa analiz edib tapıb ki, süni intellekt və digital marketinq haqqındadır. Yazıb çox spesifik, aktual və böyük potensiala malik mövzudur. Kanalın yaradılma tarixini yazıbdır. Güclü tərəflərini analiz edib, inkişaf sahələri haqqında danışıb, böyümə üçün təkliflər planı hazırlayıbdır. SEO optimallaşdırılması üçün nələr edilməlidir, hansı açar sözlər və s. bu şəkildə fayl verib və mən istəsəm bu faylı PDF kimi, dokument dediyim, yəni Word faylı kimi yükləyə bilərəm, yaxud da birbaşa keçirdə bilərəm Google Drive hesabıma, yaxud da OneDrive hesabıma köçürdə bilərəm. Daha sonra mən ona nə istəmişəm? Daha sonra sintetik data vermişəm ona. Sintetik data bu arada yadınızdadırsa, terminlərinin içində var idi. Sintetik data süni intellektdə hər hansı bir şeyi test eləmək istəyiriksə, yaxud da onun funksiyonallarını necə icra elədiyini görmək istəyiriksə, real fayllarımızı verməyimizə ehtiyac yoxdur. Yaxud da ola bilər ki, real fayl əlimizdə olmaz o sahəni test eləmək üçün. Biz sintetik məlumat verə bilərik. Sintetik məlumat odur ki, hər hansı bir reallığa əks etməyin vacib olmayan sadəcə fayldır, içində müxtəlif parametrlər var. Mən ona sintetik data vermişəm və o datanı analizini istəmişəm. Avtomobil satışı ilə bağlı idi. Həmin faylı analiz elədi. Baxın, bunu mənə Excel-də verməyini istəmişəm. Mənə daha sonra bunu Excel kimi verdi. Və mən sonra özüm fiziki olaraq da həmin faylın pivotunu çıxartdım ki, qarşılaşdırım. Hesablamalarında xəta var, yoxsa düzdür? Baxın, bu faylın özüdür. Mən ona verdiyim fayl bu şəkildə idi. İçində nələrdir? Satış ID-ləridir, maşının markasıdır, maşının modelidir, illəridir, nə qədər kilometr gedibdir maşın, rəngləri, ötürücü qutusudur, maşının yanacaq növüdür, qiyməti, satış tarixi, kim tərəfindən alınıbdır, satan kimlər olubdur və ödəniş növü necə olubdur. Bunların olduğu bir fayl vermişəm. Mənə analizi verib. Aşağıda qrafiklərlə izah eləyib. Qrafiklə verib ki, hansı yanacaq növünə görə hansı maşın neçə faiz satılıb, hansı marka maşın daha çox satılıb, hansı model daha çox üstünlük təşkil eləyib. Və baxın, Mercedes 18 ədəd satılıbdır. Çoxluğu təşkil edən Mercedesdir. Mən bu faylın pivot table-ını çıxartdım. Reallıqda özüm də yenidən eyni şəkildə rəqəmləri çıxartdım və qarşılaşdırdım. Birə-bir eynisini çıxara bilir. Düşünün, işdə ümumiyyətlə... Bəy, Buyurun. başlayın, bitirdiniz.
Bu yalnız Excel-lərlə işləyir. Yəni Excel-i atanda onu analizini çıxardır, yoxsa necə, başqa necə analizi verə bilərik? Mən əsasən iş sahəsində həmişə Excel-lə işləyirəm deyə mən Excel faylı verdim, amma siz başqa növ data da verə bilərsiniz ona. Yəni sizdə Bəs hansı yaxşı, vizuallaşdırmanı neynir? Elə həmin Excel-in içində bu qaydada belə balaca diaqramlar verir. o başqa cür də verə bilər. Mən istəsəm həmin bunun qaynaq olaraq götürüb bunun əsasında təqdimat da hazırlaya bilər. Yox, təqdimat yox, sırf datanın analizi və vizuallaşdırılmasında bunu necə istifadə edə bilərik? İndi Daza nə idi? Baza əsasən SQL-da olur da. Aha. Okay, SQL-da table-ı məsəl üçün Excel-ə çıxartdıq, verdik. Tablo ilə məsəl üçün də şeyi qoşduq, inteqrasiya elədik. Orada vizuallaşdıra bilir belə. Tablero'nun burada inteqratoru varmı baxarıq. Əgər inteqratoru varsa verə bilər. Yəni siz hazırda bunu necə hansı flow-da istifadə edirsiniz? Bir dənə o flow-nu desəz mənə kifayətdir. Məsələn bizdə işdə çox olur ki, xam datanı backenddən götürürük, amma backenddən götürdüyüm nəticəni onlara tək-tək bunları filtrlə ver, bunları ver deməkdənsə, birbaşa bütün tranzaksiyaları mənə götürmək daha rahat olur. Mən onlardan məsələn keçən ay ərzində olan bütün tranzaksiyanı götürüb, daha sonra hansı tranzaksiya, hansı qiymət növü ortalaması nə qədər idi, hansı qiymətdə daha çox olub, hansı merchant üzrə, hansı satıcı üzrə daha çox olub, bunların analizini rahatlıqla çıxara bilirəm. Tamam, yəni Excel-i atırsınız, sizə Excel qaytarır, düzdür? Mən Excel-i atıb Excel istəmişəm, çünki mənim özümə rahat olan format odur. Amma siz Excel atıb, məsələn, ondan başqa bir növdə də istəyə bilərsiniz. Tamam. Markdown faylını da sizə qaytara bilər, vizuallaşdıra da bilər onu PDF kimi. Tamam, aydın. Sağ olun. Buyurun. Deməli, qayıdaq bizim təqdimatımıza. Bizim taskımız artıq hazırdır. Deməli, belə bir təqdimat hazırlayıb. Və mən bu təqdimatda istədiyim yerləri dəyişə bilirəm. Görürsünüz, hamısı kliklənə bilir. Buradakı məsələ vizualı bəyənmirəmsə çıxara bilərəm. Silə bilərəm buradan və s. Və görürsünüz, stilistik olaraq Apple-ın saytı necə idisə oxşar veribdir. Apple-ın saytında da göy rəng var, qara və ağ rəngdir. Bu da əsas götürübdür göy, qara və ağ rənglərdən istifadə edibdir. Abdullah müəllim, bu hazırlanan materialı elə özümüz üçün götürə bilirik, eləmi? Yəni götürüb sonra istifadə etmək. Əsas odur ki, bizə bunu PDF kimi yükləməyə icazə verir. PowerPoint faylı kimi. PDF kimi yükləyə bilərik. İstəsək Google Slide-a köçürdə bilərik. Birbaşa Google Slide hesabımıza keçirdə bilərik. Və Google Slide-ın üzərindən davam edə bilərik prosesə. Tamam, aydındır. Mən də bir dənə hazırlamışdım. Maraqlı idi ki, onu indi götürüb bir yerdə istifadə eləmək üçün necə götürəcəyim, ona görə soruşurdum. Birbaşa elə, yəni PowerPoint sizə rahatsa PowerPoint-a keçirdə bilərsiniz. Əgər Google Slide rahatsa Google Slide. Mən normalda Google Slide işlətməyə çalışıram ki, Drive üzərindən, yəni kompüter yanımda olmasa da slaytlar həmişə yaxın olsun, əlçatan olsun mənim üçün. Amma kimə PowerPoint rahatsa PowerPoint-dən də istifadə edə bilərsiniz. Deməli, geri qayıdım. Buradan birbaşa elə slaydın vizual olaraq açıb buradan da göstərə bilirəm. Yəni, slayd hissəsi məncə çox rahat funksionallıq verir. Və birbaşa icazə verir ki, slayda başlamadan əvvəl söhbət edib, daha sonra slayda başladaq. Bir də bir şey var, mən buna slayd demədim. Elə sadəcə bir mövzu yazdım, dedim ki, bu haqda bir təqdimat hazırla. Bu slaydla hazırladı. Hamısında belə olur, Abdullah müəllim. Yəni, təqdimat elə slayd deməkdir də. Yəni, adi yazı şəklində ayrıcana tutaq ki, yazı kimi desək belə deyək də, bir səhifəlik mənə bir yazı hazırla, o cür hazırlaya bilmir.
hazırlaya bilirsiniz. Slaydı seçməsəniz, desəniz ki, mənə bu mövzuda yaz və burada keçid eləməlisiniz söhbət rejiminə. Söhbət rejiminə keçdiyiniz zaman siz ona nə yazsanız ilə bağlı qısa məqalə yaz desəm, söhbət rejimində cavab verəcək mənə. Aydındır. Çox maraqlıdır bu proqram ümumiyyətlə. Daha sonra, məsələn, mən ona icazə vermişəm ki, ona belə bir sorğu vermişdim. Mənə Bakıda velosiped qiymətlərini analiz et. Və özü, baxın, daxil olur saytlara, real zamanda Baku Elektronisiya daxil olubdu və s. Kontaktazın saytına daxil olub, MyBike saytına daxil olub və s. və yekun nəticə verib mənə ki, orta qiymətlər nədir, büdcə hansı aralıqda baxıbdı, orta qiymət budur, premium şəbəkələr hansılardır, velosiped növləri üzrə filtrlərini təqdim edib ki, bunlar var idi, satış kanalları, qiymətləri və s. Və fikir verin, hamısı VeloLider, United Sport, 2 təkər, Azərbaycanda aktual olan mağazalardandır. Və həmçinin də elan saytlarına da baxıb. Lalafo, Tapaz kimi saytlara da baxıb, qeyd edib ki, xeyli aşağıdır, bəzən 150-dən də aşağı qiymətlər var bu saytlarda. Sualı olan var? Xeyr, hələ ki. Belə. Slayd hissəsi, yəni dediyim kimi, məncə süni intellektlə slayd hazırlamaq istəyirsinizsə, bunlarla o bananen olduğuna görə ücrətli versiyaya keçməyimi istəyir. Birbaşa hər hansısa bir slaydınızın örnəyini də versəniz, həmin ona oxşar sizə slayd hazırlamağa kömək eləyəcək. Həmin eynisindən belə deyək, oxşar dizaynda hazırlayacaq, daha sonra da istədiyiniz dəyişikliyi üzərində eləyəcəksiniz. Ən ideal ümumiyyətlə slayd hazırlama metodu Canvas rejimində ya ChatGPT-də yaxud da ki Gemini-də Canvas rejimində slaydın mətnini yekunlaşdırasınız, danışdınız, düzəlişlər etdiniz, Canvas rejimində artıq yekun bir mətniniz var. Həmin mətni oradan çıxarandan sonra manusun daxilində rahatlıqla onu vizuallaşdıra bilərsiniz slayd olaraq. Yaxşı, Abdullah bəy, bir şey deyim. Tutaq ki, slaydları mən atıram bir dənə bota, bütün slaydları da. Və ondan sonra ona silabusu hazırlayıb verirəm. Deyirəm ki, indi başlayaq birinci gündən, birinci mövzudan. Səndə olan bu yəni köhnə slaydlar və materialları nəzərə alaraq birinci slaydın mətnini hazırla. Birinci slaydın mətnini falan hazırlayandan sonra atıram bura, burada həmin ona uyğun slaydları yığdıram. Bəli, tamamilə realdır. Tamam. Əsas odur ki, manusun özünə desəniz ki, belə deyim, manusun özünə desəniz ki, mənə tutaq ki, desəm ki, süni intellekt barədə slayd hazırla. O özü bir slayd hazırlayacaq. Sadəcə məlumatlar sonra oturub üstündə çox dəyişməli olacaqsınız da. Çünki o sizin istəyib istəmədiyiniz bütün məlumatları götürəcəkdir. Lazımlı, lazımsız və s. Amma Canvas rejimi yadınızdadırsa, o cəhətdən yaxşıdır ki, Canvas rejimində, məsələn, ChatGPT-də Canvas rejimi açsaq, orada biz birbaşa dəyişiklik eləyə bilirdik üstündə. Üçün məqalə yaz. Yadınızdadırsa, burada biz yazılan mətni birbaşa Canvasın daxilində düzənlə bölməsindən istədiyimiz yerini dəyişə bilirdik. Bu Manus'ta da var, eləmi Abdullah müəllim? Canvas rejimi yox, Canvas rejimi orada yoxdur. Biz süni intellekt burada işləyəndən sonra, burada məsələn mətni yazdırdıq, düzəltmək istədiyim hissəni düzəltdim. Məsələn, burada tutaq ki, AI yazıb, AI sözünü istəmirəm, düzəliş etdim və yekun versiyamı buradan çıxarda bilərəm. Çıxardandan sonra yekun versiyamı tutaq ki, istəyirəmsə PDF kimi də yükləyə bilərəm. Fərqi yoxdursa, Manus PDF-i də qəbul eləyir, Word faylını da qəbul eləyir. PDF kimi çıxarsam, daha sonra qayıtsam Manusa və desəm ki,
mətndə heç bir hazırla. Narıncı olsun, neon ya da gradient desəm, gradient istifadə et. Slide futuristik olsun. Belə, artıq o zaman bu faylın əsasında, verdiyim mətnin əsasında və verdiyim ona narıncı rəngli olsun, gradientdən istifadə olunsun və slide futuristik olsun. Bu parametrləri nəzərə alaraqdan mən slide düzəltməyi seçmədim, amma o avtomatik keçirtdi. Hə, başa düşdü. Başa düşdümü? Bir dəqiqə baxaq. Anlaşıldı. Hazırdakı mətni kullanaraq turuncu gradient futuristik model edəcəm. Hə, başa düşdü. Özü rejimi aktivləşdirdi. Araşdırması yaxşıdır bu arada Manusun. Mən burada o davam elədiyim müddətcə mən ondan belə bir araşdırma istəmişəm, yazmışam ki, smart gözlüklərə yatırım edən şirkətləri araşdır. Hansı şirkətlər yatırım edir? Hazırda məhsulu varmı? Bunun üzərinə araşdırma edib, gedib investisiya saytlarını araşdırır və bunun nəticəsində mənə belə bir fayl verib. Mən ona demişəm ki, nəticəni Excel cədvəli olaraq ver. Və mənə nəticəni Excel cədvəli olaraq verir ki, hansı şirkətlər yatırım eləyibdi və Meta, Samsung, Google, Apple, X-Reel həqiqətən də bu smart eynəklər istiqamətində yatırım eləyən şirkətlər bunlardır. Və əsas xüsusiyyətlərini yazıb, mövcud məhsulları varmı onu yazıb, bazardakı vəziyyətlərini yazıb və s. Bunu da Google Sheet-ə yönləndirə bilərəm, istəsəm və s. Və bütün faylların həmçinin mənə göstərir ki, bu araşdırmanın əsasında hansı faylları yaradır. Bu faylları da həmçinin istəsəm buradan yükləyə bilirəm. Hətta burada belə bir özəlliyi var. Düzdür, biraz istifadəsi birinci günlərdən istifadə edən kimi məsləhət görmürəm. Biraz hansısa yanlış məlumatı ona versəniz, çünki bu cür sistemlərdən məlumat hesabınızı qıra bilərlər və s. Bunlar nədir? Bu bilgi bölməsi ki var, öz buradakı hesabın üzərinə klik etdikdə bilgi bölməsi vasitəsilə ona məlumat verə bilirsiniz. Excel vizualizasiyası bu arada məndə qoşuludur. Bilgi bölməsi vasitəsilə ona hər hansı məlumat verə bilərsiniz. Məsələn, ona mən Google hesabımın burada loginimi və şifrəmi versəm, daha sonra tapşırıqda desəm ki, gir mənim Google hesabıma, burada fayl yarat və s. onların hamısını özü icra eləməyə başlayacaq. Özü brauzer açır buradan. Görürsünüz, tarayıcı məndə rejim aktivdir. Brauzer açacaq və başlayacaq araşdırmağa. Məsələn, buna nə deyək? Mənə o və nə tapsın bizə tapazdan? Tapazdan nə tapsın? Bazar qiyməti normadan aşağı olan iPhone 17 Pro-ları. Tapaza daxil ol və Daha doğrusu, yəni hədə qiyməti orta bazar qiymətindən aşağı olan iPhone 17 Pro-ları. tap. Tarayıcı rejimi açıq saxlayıram. Bax, indi məndən soruşacaq ki, brauzer olaraq hansı brauzer istifadə edeyim? Mənə deyir ki, varsayılanı aç desəm, özü öz daxilində bir dənə brauzer açacaq. Əgər kur desəm, mənim brauzerimin içində
Bunu Chrome-a əlavə edirəm uzantı olaraq. Məncə artıq istifadə edəcək. Qayıdım bura. Yetkiləndir elədim. İndi baxın, mənim brauzerimin içində görürsünüz, burada brauzer açdı. Brauzerimin içində bölümü açdı və Tapas saytına daxil olur. Baxın, indi Bəs öz Aha, buyurun. icazə vermişəm deyə indi özü iPhone 17 Pro yazdı ora, axtarış eləyəcək. Qiymətləri analiz eləyəcək. Baxın, saytı özü scroll edir, mən eləmirəm. Və burada da prosesi göstərir. Göstərir ki, aşağı səhifəni sürüşdürdü, aşağı sürüşdürdü. Təzə brauzer şeylər açır, təzə bölmələr açır. Bir dənə hansı xoşuma gəlmir? Bölmələri açır, sonra özü bağlamır, açıq qalır onlar. Əziyyət verdi, öz dalınca yığışdırmır. Və burada da ekranı görə bilirsiniz ki, nələr eləyir orada. Bəzən tapşırıqları uzun çəkə bilir. Ümumiyyətlə nəzərə alın. Əgər agent rejimində süni intellekti nəyisə işlədirsinizsə, uzun çəkə bilir. Hə, tamamladı artıq. Tapşırığı tamamlayıbdı. Mənə yazır ki, 17 Pro 1900 GPU var. Bakıda paylaşılıbdı ayın 27-sində. 17 Pro var 1949-a. Dünən paylaşılıb 1900-ə. 1950-yə, yəni iPhone 17 var Pro. Yəni dediyinə görə var, müəllim. Yəqin nəsə problemi var da. Ola bilər. Gəlin linklərini istəyək də. Baxaq verəcəkmi? Elə burada yəqin açıq olanlar onlardır. Yox, bu deyil. Bu da o deyil. Mənə təqdim elədiyi qiymətlər onlar deyil. Linkini göndər. Keçid linklərini deyir, hazırlayıram. Gəlin o linkləri hazırlasın, biz başqa funksiyalarına baxaq. Deməli, gördünüzmü, YouTube kanalını verə bilərsiniz, kanalınızı analiz eləyə bilər. Şirkətinizin saytını verə bilərsiniz. Məsələn, bir dənə sayt deyin, deyək saytı analiz eləsin. Bir dənə sayt. Yerli hansısa ki, gəlin kontakt.com-un saytını məsələ yoxlayaq. Kontakt.az-da düzdürmü? Bu saytın düzəlişlər təklif et. Məndə iki dənə tapşırığı bir yerdə icazə vermir, çünki ödənişsiz versiyada istifadə edirəm bunu. Paralel iki tapşırığı eləyə bilməyəcəm, gərək bir yekunlaşsın, sonra digərini.
Bu arada slaydımızı hazırladı. Biz ona demişdik ki futuristik, əsas rəngi narıncı rəngdə olan slayd. Necədir? Rəğladır. Hələ burada Nano Banana Çox rejimi aktiv deyil. Pro versiya olsaydı Nano Banana ilə çox daha möhtəşəm slaydlar düzəldə bilir. Sadəcə Gemini varsa və Nano Banana orada avtomatik var da. Yəni Manusdan niyə istifadə edir cəmaət? Slayd üçün. Slayd üçün. Çünki Gemini-ın içində bizə PDF kimi aktiv deyil Azərbaycanda. Amerikada aktivdir. Gemini-ın içində slayd düzəldib, sonra onu PowerPoint kimi ya da Google Slide kimi çıxartmaq olur. Amma Azərbaycanda hələ aktiv deyil o. Bəs bizdə nə edir? Yalnız PDF-ə çevirir, verir. Bizdə verir, bəli, yükləyəndə PDF kimi yükləyirsən, PDF-in üstündən dəyişmək olmur sonra. Amma bunun verdiyini götürüb Google Slide-a keçirdib, Google Slide-da üzərində dəyişiklik eləmək olur. Bir dənə daha süni intellekt aləti var, Genspark deyə. Genspark da təqdimat düzəltməkdə çox yaxşıdır. Təqdimat mövzusunda Gensparkı da sizə göstərəcəm. Amma mən ümumiyyətlə təqdimatlarımı hazırlayıram Google Slide-da. İndi biraz alışmaq məsələsidir. Kimisi Canva-da hazırlayır, kimisi Google Slide-da, kimisi PowerPoint-də. Mən niyə Google Slide-da həm birbaşa Google-un içində qalır, o cəhətdən rahatdır. Həm də ki, son vaxtlar ora inteqrasiya ediblər Nano Banananı. Birbaşa slayd üçün Nano Banana vasitəsilə hansısa şəkli düzəldib slayda əlavə eləmək olur. Elə birbaşa kənar bölməsindən. Abdullah müəllim, bir sual maraqlıdır. Buyurun. Bu deməli slaydlar ki, hazırlayır təqdimat üçün bu şəkilləri adam özü verə bilir ona, yəni yoxsa özü Siz seçməlidir buradakı onlardan? şəkilləri dəyişə bilərsiniz də. Bu şəkli silib, bunun yerinə öz istədiyiniz şəkli əlavə eləyə bilərsiniz. Yox, indi belə deyək də, mən tutaq ki, fotolarımı da, öz şəkillərimi versəm, desəm ki, bu mövzuda mənim həyatım haqqında bir slayd, təqdimat hazırla, belə deyək. Misal üçün deyirəm, yəni. Verə bilərsiniz. Baxın, slaydı mənə verdi. Mən bura fayl əlavə edirəm. Tutalım ki, öz şəkillərimdən birini verim. Deyim ki, slaydın birinci səhifəsinə bu şəkli əlavə et. Bu agentik rejimdə işlədiyinə görə, agent rejimində tapşırığı eləməyə fokuslanıbdır. Yəni Gemini kimi deyil. Bir növ buna biraz daha fərqli verə bilərsiniz ki, bunu et, onu et, təzədən yoxla. Bu cür danışa bilərsiniz. Tamam yerinə yetirə bilir də onları tam Bəli, şəkildə. bəli. Baxın, dedim ki, mənim şəklimi slaydın birinci səhifəsinə yerləşdir. Və məni əlavə elədi slaydın birinci vərəqinə. Çox gözəl. Yəni Belə. belə deyək də, istəsək başqa slaydları da, o başqa şəkilləri də dəyişə bilərik Bəli, də bəli, mən oradakılar. örnek üçün prosta göndərdim ki, yəni görəsiniz ki, əlavə edir. Siz buradan faylları seçib birbaşa əlavə eləyə bilərsiniz ki, filan şəkillərin əsasında hazırla. Birbaşa deyə bilərsiniz ki, hansı şəkil neçənci səhifədə yer alsın. Yəni süni intellektlə işləyəndə müəyyən qədər o ipuclarını ona versəniz, nəyi necə et, o hamısını ətraflı şəkildə eləyəcək. Burada kütüphanə bölməsidir. Sizin hazırladığınız fayllar hamısı burada yer alır. Deməli, veb-sayt oluştur düyməsi. Burada desək ki, sayt hazırla, birbaşa saytı hazırlamağa başlayacaq, dizaynını hazırlayacaq və s. Burada da saytın növünü seçə bilərik ki, kontrol paneli şəklində olacaq, qurumsal olacaqdır, hansı formatda olacaq, e-ticarət saytı mı olacaq, mini oyun mu olacaq, bunları verə bilərik. Sadəcə bu tapşırığa vaxt çox deyil, gedəcək deyə mən klik eləmirəm. Siz evdə özünüz test eləyəndə yoxlaya bilərsiniz ki, necə sayt verir. Test eləmişəm daha öncə. Pis deyil nəticəsi. Düzdür, mən paralelində vibe coding alətlərini istifadə elədiyimə görə bu vibe coding alətlərindən daha geri qalır. Amma əgər vibe coding aləti istifadə etmirsinizsə filan, əlbəttə ki, yaxşı nəticələr verir. Mobil tətbiq düzəltməyə icazə verir. Buradan birbaşa görsəlləşdirmə bu arada bu şeyləri çox qəşəngdir. Hər hansı bir məlumatınız var, amma məlumatı slaydınıza əlavə eləmək istəyirsiniz. Bu formatda müxtəlif vizualizasiyaya salmaq üçün bu vizualizasiyalardan seçib birbaşa ona deyə bilərsiniz ki, belə bir formada faylı vizuallaşdırsın.
İçində qəşəng stilistikalar təqdim eləyir. Deməli, burada nəyi paylaşmadım? Vizuallaşdırmanı dedim. Video ödənişli versiyada mümkündür. Səs faylları Azərbaycan dilində yaxşı deyil, amma xarici dillərdə yaxşıdır. Playbook da hansı ki, bu başqaları tərəfindən nələr, necə hazırlanıbdır. Buradan girib baxa bilərik. Təsdiqlənmiş, belə deyim, materiallardır. Manus tərəfindən bunlara da girib baxa bilərsiniz ki, hansı, necə variantda istifadə eləmək olur. SWOT analizi məsələ yaratmaq olur, planlama sistemini düzəltmək olur. Məsələn, tətbiq filan barədə agent rejimində işlədiyinə görə, tapşırığı birbaşa həll eləməyə çalışdığına görə yaxşı nəticələr verir. Bu arada bizim linklərimizi verdimi? Linklərimiz anı bəs? Hə, buradadır. Elana keçid edək. 1900 qiymət demişdi. Baxaq 1900'lük iPhone varmı? Tapılmadı. Süni intellektin bug'ı ya da satıldı telefon. Linklər yanlış verdi. Allatdı bizi. Allatdı. Buna da baxaq. Bu da vəbşə başqadır. Gəlin ona deyək ki, linklər yanlışdır. Ola bilər ki, paraleldə ikinci tapşırıq açmağa çalışdım. Ola bilər gücü yetmədi. Bağlının arasında başa düşürəm. Tapazın dinamik strukturu bəzən birbaşa linklərin kopyalanmasını xətalara səbəb ola bilər. İndi brauzer yenidən açaraq həmin ucuz iPhone 17 Pro elanlarını canlı olaraq ekranına gətirəcəyəm. Gətir baxaq. Hə, istəyərdim sizlə bir də data məsələsini sizlə paylaşım. Mən sintetik data düzəltmək üçün bu saytı istifadə edirəm. Bunu da istifadə edə bilərsiniz. Başqa bir saytdan da sintetik data çıxarda bilərsiniz. Məsələn, geyim satışı üzrə bir illik satış faylda alıcı ID'si, alış tarixi, sonra nə olsun? Alınan Ambara gəlmə vaxtı. məhsul, ambara gəlmə vaxtı kimi məlumatlar olsun. Və generate eləyək. Deməli, belə bir data hazırladı. Customer ID, purchase date, product name, warehouse arrive. Az da şey istəmiş. Ya parametr az istəmiş. Əslində biraz daha çox parametr istəmək olardı. Razısınız? Bəli. Biraz parametr az istəmiş. Gərək biraz daha çox istəyək. Faylı CSV olaraq yüklədim. Gəldim Manusa. İndi bu tapşırığı edirdə ikinci tapşırığı verə bilməyəcəm. Nəysə, tapaz məsələsini belə başlayıram. Uğurlu icra eləyə bilməyib hələ ki. Gəlin data tərəfinə keçək. Yeni bir tapşırıq verirəm ona. Deyirəm ki, bu faylı analiz et. Gəlin dayandıraq iPhone tapşırığını. iPhone tapşırığını dayandıraq və bunu yenidən verək ona. Et. Bu arada burada nə cəhətdən bir də müsbət var.
düşündüyü vaxt ərzində də siz yazmağa davam edə bilərsiniz. O nə isə iş icra eləyir, həmin icra vaxtında siz yazsanız, yazdığınızı da nəzərə alacaq. Baxın, burada baxa bilirik ki, O yaxşıdır. analiz eləyir bizim verdiyimiz faylımızı. Şahin bəy məncə data istiqamətində ümumiyyətlə yaxşıdır, datalara mütəmadi işləyir. Formatını filan istəyirsə siz təklif eləyin, biz o formatları ondan istəyək, baxaq öhdəsindən gələ biləcəkmi? Mən açığı data ilə belə çox işləmirəm. Mənə sadəcə maraqlıdır ki, yenə deyirəm, məsələn, database üzərindən götürülən okeydə indi birbaşa databazaya icazə vermək şey yoxdur da, Bəli, imkanımız bəli. yoxdur. Buna core fayl Excel-ə verməlisiniz, Excel-ə sub fayl verməlisiniz. Excel-ə götürdüm, verdim tutaq ki, o yaxşı şeydir. Bir çox demək olar ki, gördüklərim databazaların hamısında Excel-ə import var, export var daha doğrusu. Excel olmaya da Sadəcə bilər, onu bilmək CSV də ola istəyirəm. bilər, yəni başqa formatda da ola bilər. Yəni Excel şərt deyil. Ümumiyyətlə Hə, sadəcə CSV-ni bilmək istəyirəm ki, subyektivlər daha yaxşı başa düşür, nəinki Excel-i. bilirəm ki, necə vizuallaşdırmada istifadə edə bilərik böyük datanı. Konkret, məsələn, tablo yadıma gəlir, bir dənə də var, bir dənə də tool var, onun vasitəsilə də vizuallaşdırılır. Airtable, Yox, tablo bir dənə də. Yadımda deyil, bu analitiklər işləyir əsasən ondan. Məsələn, bu verir, bir səhifəlik bizə balaca bir dənə infografika verir də, yəni bu vizuallaşdırma deyil. Ona görə deyirəm. başa düşdüm siz nə demək istəyirsiniz. Bu alət kompleks alət olduğuna görə siz dediyiniz alətlər məsələn sırf data ilə işləmək üçündür. Google Data Studio kimi tərzi bir şeylərdir. Düzdürmü? Bilirəm, bilirəm. Mən də deyirəm ki, ödənişli əsaslarda olsaydı, adam inteqrasiya edərdi ona və sən burada məsələn istifadəçi sözlə yazardı burada istəyini. Hı -hı. Bu onu artıq o texniki dilə fırlayıb, onsuz yəni özü klik edə bilir də brauzerdə hansısa toolun özündə və keçib orada eləyərdi. Əslində maraqlıdır. Mən özüm bunu test eləyəcəm. Mənə də maraqlı ki, eski böyük bir data, ağır data versəm, məsələn 30 megabayt, 40 megabaytlıq bir fayl versəm, onu uzun formatda vizualizasiya eləyə bilərmi də? Məsələn, burada verdiyimiz data çox ağır data deyil də, 4-5 parametr var idi. Amma anti-gravity ilə belə başa düşürəm ki, tablo falan şey eləmək olar, işlətmək olar. Yoxsa ancaq brauzer üzərindən işləyir. Anti-gravity proqram olaraq yüklənir birbaşa kompüterə. Anti-gravity belə bir tətbiqdir. Baxın, burada. Belə bir şeydir. Anti-gravity proqramlaşdırma üçün nəzərdə tutulur. Yəni sırf vibe coding aləti işə saldım, kompüter dondura bilər. Biraz Yaxşı, ağırdır. onu keçəcəyik onsuz, maraqlıdır mənə o. Keçəcəyik ona, bəli. Deməli, gəlin ondan istəyək ki, bu datanı vizuallaşdır. Baxaq nələr təklif eləyəcək ümumiyyətlə. Ya da ki, gəlin burada artıq söhbət rejimi aça bilməyəcəm, çünki tapşırığın içindəyəm. İstəyərdim soruşum ki, nə tipdə vizuallaşdıra bilər? Belə bir şəkillər verdi. Məncə sizin dediyiniz şeyləri işlədə bilmək üçün o funksiyaları yəqin ki, ona burada data ilə bağlı bir inteqrator qoşmaq lazımdır. O bilər. Məsələn, Fireflies kimi bir inteqrator qoşsaq, Fireflies-dən məsələn zəngləri filan buna analiz elətdirirlər. Zəngləri analizi pis deyil. Azərbaycan dilində düzdür, yaxşı eləməsə də xarici dildəki səs yazılarını yaxşı analiz eləyə bilir Fireflies üzərindən. Birbaşa hansısa sistem, call center sisteminə qoşulur. Bəli, call center sistemini inteqrasiya edir Firefly-a, elə bir call center sistemi fayllarını Firefly-a atır, avtomatik orada save eləyir. Firefly da bura inteqrasiya eləyirlər, məlumatı alır, buradan analiz eləyir.
Məncə həmin toollardan hansınsa bura inteqrasiya eləsək, vizuallaşdırma üçün, data ilə işləməsi üçün daha yaxşı nəticə verə bilər. Çünki o birbaşa özü Excel üzərindən işləyir, amma Excel böyük fayl üçün yetərli olmaya bilər. 40 megabaytlıq faylda artıq donmağa başlayacaq. Bu arada Vercel də var burada. Vercel də inteqrasiya ediblər. Vercel sayt deploy eləmək üçün bir platformadır. Həm özü saytı hosting eləyə bilir, həmçində deploy prosesini icra eləmək olur. GitHub-ı bağlayırıq Vercel-ə, Vercel üzərindən deploy eləmək mümkündür. Belə, əsasən funksiyaları budur. Funksiya ümumiyyətlə çoxdur. Sadəcə hamısı fərqli-fərqli istiqamətlərdədir də. Yəni slayt düzəltmək var, sayt var, mobil tətbiq düzəltmək var və s. Bilirəm ki, mobil tətbiq düzəltmək birazca texniki işə yaxındır. Sizin sahəniz üçün biraz optimal olmaya bilər. Amma Excel fayllarının analizi və slaytların düzəldilməsi, həmçində araşdırma üçün brauzerdə girsin, nəsə axtarsın, tapsın, sizin sahələr üçün aktual ola bilər. Mənim kreditim 225 kredit qalıb artıq. Sualınız varsa buyurun. Xeyr, yoxdur. Manusu bəyəndim daha da. Manus çox qəşəngdir. Genspark da yaxşıdır. Genspark da sizinlə tanış eləyəcəm. Biz hələ bunun gəlin planlarını göstərin ödəniş versiyalarında. Siz görəcəksiniz ki, biz bunu çox şey versiyasını işlədirik də. Baxın, normalda qiyməti 20 dollardır və 20 dollarlığın da içində hələ çox yoxdur. Əsas bunun güclü funksionallığı başlayır bu 40 dolların içində. 20 dənə eyni zamanda işi görə bilir, planlayır. 20 dənə planlaya bilir gələcək vaxt üçün. 8000 kredit verir. Hər gün 300 dənə krediti yeniləyir. Ödənişsiz versiyada cəmi 300 kredit hər gün yeniləmək mümkündür. Bu standart burada qalır. Plus 8000 dənə kredit verir bizə. Bu 20 dolları bizdə günlük cəmi 300 kreditdir. Mən Gensparkla qarşılaşdırmışdım. Gensparkın slayt düzəltməyi biraz bundan daha yaxşıdır məncə. Biraz daha güclüdür deyə düşünürəm. Yaxşı, bunu bağlayaq. Bu onun açdığıdır. Maskımızı da bağlayaq. Chrome extension kimi əlavə olunur. Bu arada bizim Chrome'umuzu istifadə edə bilməsi üçün Chrome extension kimi əlavə olunur və bizim Chrome'umuzu istifadə edir. Bunu Chrome'un öz extensionlar bölməsindən əlavə edirik, yoxsa Manusun özünün içindən hardasa? Manusun içində bizə təklif verir ki, bayaqları təklif verdi ki, öz brauzerimi işlədim, yoxsa sənin brauzerimi. Biz mənim brauzerimi desək, o zaman bizi yönləndirir ki, gir extension kimi əlavə elə. Həmçində Chrome'un içində də axtaranda çıxıram extension kimi. Anladım. Deməli, qısa bir tapşırığımız var ev üçün. 8 səhifəlik bir tapşırıq Manus ilə. Sonra təqdimata qrupa atarsınız. Çalışın maraqlı stilistikalar referans verin, şəkillər filan referans verin. Hətta məsələn girib Canva-dan hansısa təqdimatın ekran görüntüsünü götürüb bunu atsanız, desəniz ki, bu tərzdə hazırla, ona uyğun şəkildə hazırlayacaq. Bu tapşırıq hamı üçün aktual deyil, amma kim işində hansısa Excel faylını filan analiz eləyirsə, onlara faydalı ola bilər. Bir dənə sintetik data hazırlayırsınız. Bu saytdan da eləyə bilərsiniz. Başqa bir saytdan da ümumiyyətlə sintetik data yazsanız internetdə çox saytlar var ki, sintetik data təqdim eləyirlər. Sonra həmin datanı süni intellektlə analiz eləyirsiniz ki, hansı formada versin. Hətta onun nəticəsində təqdimat hazırlamağını da istəyə bilərsiniz Manusdan. Kreditlərinizi artırmaq üçün tövsiyə edirəm ki, Manusa bir-birinizi dəvət eləyəsiniz. Bir-birinizi dəvət elədiyiniz təqdirdə hər birinizə əlavə 500 kredit verəcək. Tamam.
Buradasınızmı? Eşidən varmı? Mən buradayam, bəli, bəli. Aha, əla. Sualı olan varmı? Buradayıq Fabula. Mənim xeyir. Manus çox gözəl oldu. Əslində maraqlı idi, yəni belə deyim. Çox xoşuma gələn bir iş oldu Alət əslində. çox geniş alətdir. Yəni biraz istifadə eləsəniz, sonra görəcəksiniz ki, artıq hansı istiqamətdə necə istifadə eləmək sizin üçün rahat olacaq. Bunun slayd hissəsini mən belə deyim də, slayd hissəsi niyə mən mütəmadi slayddan bununla düzəltmirəm? Mən deyirdim sizə ilk dərsdə dedim ki, bəzi slaydları sünikiliklə düzəldirəm, amma dərs slaydlarını sünikiliklə düzəltmirəm. Dərs slaydını niyə düzəltmirəm? Çünki bir növ belə deyim də, bu mənim işimdir də. Bunu əmək olmalıdır da. Türklər demişkən, bir zəhmət olmalıdır üstündə. Amma məsələn mən sosial mediada olur tez-tez paylaşıram ki, məsələn filan mövzu ilə bağlı slayd var. O zaman mən slaydın materialını verirəm, amma slaydın özünün manusunu hazırlayıram. Artıq onu oturub tək-tək hazırlamıram. Çünki sosial mediada paylaşılan video ola bilər ki, heç kim izləməsin, amma oturub saatlarla onun üçün slayd hazırlamaq vaxt itkisi olacaq da, belə deyək. Bilirsiniz, Abdullah müəllim, belə bir şey deyim də, bu daha çox kimlər üçün əlverişli ola bilər? Bu daha çox təqdimat göstərənlər, nə bilim, Hətta mən universitet sizə müəllimləri üçün belə. sayt hazırlamışdım test üçün. Geniumun saytını hazırla demişdim. Baxın sizə onu da göstərim. Burada birbaşa yayınla eləmək olur. Yayınla bu Şahin bəy bəhs eləmişdi dərsin əvvəlində. Alətin adını yadımdan çıxartdım. Hansı lavabo? Lavablı. Lovable-dakı kimi birbaşa saytı daxilində deploy eləmək olur. Mən bu saytın üstündə heç bir əlavə iş zad deməmişəm ona. Sadəcə dedim saytı düzəlt və prosto paylaşdım. Yəni rəngini desəydim və s. daha ətraflı bir şey düzəldə bilərdi. Desəydim ki, məsələn, bura çox yaxındır, bunu biraz aralaşdır, ölçüləri belə et, elə et. Bu şəkildə düzəldə bilərdi. Yəni ilkin versiya üçün, birinci versiya üçün qısa bir promptla alınan nəticə üçün çox yaxşıdır. Siz mənim promptumu görsəniz deyəcəksiniz ki, hələ çox saytı veribdir. Yəni bundan daha aşağı verməli. Bu kodu oradadır bəs. Necə? Kodunu vermir. Verir. Məsələ odur ki, kodunu da verir, saytın özünü də verir və burada icazə verir ki, birbaşa kodu GitHub-a köçürtməyə icazə verir, yayınlaya bilirəm, deploy edə bilirəm, paylaşa bilərəm. Yayımla Sonra pullandı həmin yəqin ki kimi artıq. necə? Yayımlamaq pullandı. Yox, birbaşa deploy eləyib öz serverindədir. Yəni şey kimi, test kimi deploy eləyə bilirik. Hə, test kimi. Okay. Sonra telefonda necə görünəcək? Bura telefona klik eləyəndə baxa bilirik ki, qoy bunu biraz qırağa çəkim, siz rahat görəsiniz. Telefonda necə görünəcək sayt? Onu birbaşa buradan baxa bilirəm. Bir dənə bir söz deyim. Buyurun. Abdullah bəy, bunu mən yaxşı tutaq ki, atdıq real serverlərimizə yəni işlətdik də web səhifə kimi də real olaraq. Bəli. Bu kodlarında yəni bug çıxma ehtimalı var, yoxsa biz burada deploy edib özümüz baxırıqsa, hər şey funksionallıq işləyirsə çıxma ehtimalı yoxdur? Baxın, real siz bunu əgər yayınla elədiniz və link vasitəsilə girib test etdinizsə və bütün funksiya işləyirsə, bug çıxma ehtimalı developerin yazdığı kodda bug çıxma ehtimalı ilə eynidir. Tamam. Buradan GitHub-a birbaşa çevirə bilirik, zip olaraq yükləyə bilirik. Bütün kodu bizə zip olaraq kompüterimizə yükləyəcək. Bütün kodların papkası və s. bunun içində olacaq. Belə, kodu birbaşa ekranda görmək istəsək, burada görürük ki, hansı papkalar açıbdır, hansı papkanın içində də hansı kodları yaradıbdır. Mən burada sizə göstərmək istədiyim indi verdiyim promptuydu. Baxın, bu prompta əsasən o saytı veribsə hələ çoxdur. Sonra mənə suallar verdi, suallarını belə cavablamadım. Dedim ki, bir təlim şirkətidir, başqa da heç nə məlumat vermədim. O özü girdi, Geniumu internetdən tapdı. Baxın, burada özü giriş elədi Geniumun saytına. Baxın, internetdə axtardı Genium təlim şirkəti, genium.az-a daxil oldu. Onun nəticəsində tapdığı məlumatlar əsasında sayt yaratdı. Amma əgər mən ChatGPT-yə yazsaydım ki, məsələn, mən belə bir şey eləyəcəm, mən sayt yaradacam, mənə suallar ver, saytın promptunu səndən birlikdə hazırlayaq.
bütün promptunu yazsaydım ki, rəngi bu olacaq, məlumatlar bu olacaq, keçidlər belə olacaq, loqo filan tərəfdə olacaq və burada da ona loqonu versəydim, mənə çox keyfiyyətli bir sayt verə bilərdi. Yəni artıq süni intellektlər elə bir səviyyəyə gəlib çatıb ki, sayt düzəltmək süni intellektlər üçün sadə iş sayılır. Bəli. Həm Lovable-da düzəltmək olur, həm Manus-da düzəltmək olur, həm Google AI Studio'nun içində düzəltmək olur saytı. Yeri qalan sadəcə nə olur? İstədiyiniz nəticəyə qədər və prompt burada yazaraqdan da saytınızı dəyişikliklər eləyə bilərsiniz. Məsələn, baxdınız filan yerini bəyənmədiniz. Dediniz ki, buranı dəyiş, bu hissəni dəyiş, belə yaz, belə elə, belə elə və yekun nəticənin sadəcə kodunu götürüb yükləyib bir proqramistə versəniz ki, bu saytı götür serverə yüklə işləsin, məsələ yekunlaşır. Sizin saytınız olmuş olur. Məncə əladır müəllim. Belə, başqa sualı olan varsa buyursun. Mənim xeyri yoxdur. Yoxsa o zaman sizdən Manusla hazırlanmış bir təqdimat gözləyəcəm. Kimlər data işləyirsə bunu da eləsəniz və feedbacklərinizi, fikirlərinizi paylaşsanız yaxşı olar. Ümumiyyətlə tövsiyə edirəm ki, Manusa daxil olub birinizi dəvət eləyəsiniz. Oradakı kreditlərin, yəni dəvət eləsəniz daha çox kreditiniz olacaq və test eləyəsiniz, müxtəlif funksiyaları test eləyəsiniz. Bu arada burada sizlə paylaşmaq istədiyim bir də slaydda qeyd etməyi unutdum. Bir dəqiqə geri eləyim ki, həmin bölməni görüm. Aha, yeni səhifə. Bu bildirim bölməsi var idi. Bunu slaydın əvvəlində qeyd elədim. Davamında nəyi demək istəyirdim? Burada bildirim bölməsində təzə çıxan funksiyalarının hamısını izah eləyirlər. Baxın, tövsiyə edirəm ki, buralara girib baxasınız. Məsələn, 29-unda rəsmi olaraq paylaşdılar ki, Manus metanın tərkibinə keçdi. Daha əvvəl güncəlləmələrdə nələr eləyiblər? Daha öncə güncəlləmədə hansı yeniləmə gəlib? Məsələn, Nano Banana Pro-nu gəlibdi və birbaşa izahını verir. Və qısa videolardan funksiyalarını izah eləyirlər. Yəni biraz aşağı ensəniz, görəcəksiniz ki, hansı yenilənmə, hansı funksionallıq nə vaxt əlavə olunub. Manus ümumiyyətlə çox gənc bir platformadır. Yaşına baxsaq heç bir yaşı yoxdur. Yəni 9 ay filandır, toplam 10 ay filandır, yəni belə deyim yaşı. Amma startap kimi gəlib özünü metaya satdıra bilibsə, demək ki, önündə çox böyük şanslar var. Məncə böyük ehtimalla əsas oyuncuların içində yer alacaq, çünki artıq Meta şirkəti ona yatırım eləyir. Kaydı dayandırıram, çox uzun olmasın, onsuz da materialımız yekunlaşıb.